Herkese salam. Bugün ise revmatoid düğün hakkında danışmak istedim. Revmatoid düğün nedir ve kimlərdə yaranır? Revmatoid düğün, revmatoid artritli xəstələrdə oynağa yaxın yerlərdə yerləşən, ölçüsü noxud böyüklüyündən qoz böyüklüyünə qədər olan düğünlərdir. Daha çox əllərdə, barmaqların boğumlarında və dirseklərdə yaranır. Nadir də olsa xəstənin pozisyona bağlı olaraq dabanda, dizdə, pud nahiyəsində və bel nahiyəsində görülə bilir. Daxili orqanlarda da ağciyərdə, ürəkdə və digər orqanlarda nadir də olsa revmatoid düyündə görülə bilir. Hansı xəstələrdə daha çox görülür? Uzun sürə aktiv davam edən müalicəsiz xəstələrdə, seroloji aktiv olan xəstələr, siqaret istifadə edən xəstələr və oynanaq, kənar tutulmaları olan xəstələrdə revmatoid düyünlər daha çox yaranır. Revmatoid düyünlər xəstəyə şikayət verirmi? Əgər irritablaşırsa və sinirə təmas varsa, o zaman xəstələrdə ağrı hissiyatı ola bilir. Müalicəsi var mı? Biz çox zaman müalicəsini ehtiyac görmürük, amma istifadə etdiyimiz, revmatoid artrit üçün istifadə etdiyimiz dərmanlar, xüsusilə biolojik dərmanların revmatoid düyünlərə müsbət təsiri ola bilir, onları yox etməsinə səbəb ola bilir. Əgər sinirə baskı varsa, çox böyük ölçülüysə, o zaman onu cərrahi yolla çıxartmasını məsləhət görə bilirik. Xatırlatmaq istəyirəm ki, cərrahi yolla çıxartılan düyünlərin təkrar eyni nahiyədə ortaya çıxma ehtimalı var. Nadir də olsa, düyün olan yerə iğnə vasitəsilə kortizon iğnəsi olaraq o düyünlərin azaldıb keçirilməsinə səbəb ola bilər. Hər kəsə sağlamlıq diləyirəm. Sağ olun.